Bismillah, qışda bu bürtlər varlanacaq. Əlbəttə, 2026-cı ilin qışında varlanmaq və maddi yüksəliş şansı ən yüksək olan bürtlər bunlardır. Oğlaq. Qış ayları Oğlaq üçün pul və karyera mövsümüdür. Yeni iş təklifi, böyük məbləğli qazanc, uzun müddətli layihədən gəlir. Buğa. Qışda buğalar üçün pul axını açılır, gözlənilməz gəlir, borcların bağlanması, əmlak və ya torpaqla bağlı qazanc gəlir. Əqrəb. Əqrəblər üçün şanslı dönüş nöqtəsi gəlir. Riskli amma uğurlu addım, böyük pul şansı, biznesdə yüksəliş. Şir. Qış şirlər üçün pul gətirən tanışlıqlar dövrüdür. Yeni layihə, sponsorluq və ya dəstək, qazanc artımı. Ox atan. Ox atanlar üçün şanslı fürsətlər ard-arda gələcək, xaric və ya onlayn gəlir. Gözlənilməz pul, uğurlu investisiya. Qışın ən şanslı 3 bürcü Oğlaq, Buğa, Əqrəb.